Time 25 testinin izahına baxırıq. Ümumi sınaq 3. Uyğunluğu müəyyən edin. 1-ci Napoleon, 2-ci Mahmud, Fətəli Şah. 1-ci Napoleon hakimiyyət olub 1804-14. 2-ci Mahmud 1808-39. Fətəli Şah 1797-1834. Davam edək. İngilislərlə bağladığı müqaviləyə əsasən Hindistan sərhədlərinin təhlükəsizliyi təmin edəcək bilir. Təbii ki, Tehran müqaviləsi düşəcək Fətəli Şahın dövründə 1814 3-ə verdi yanı. İngilis-Fransız donanmasına dəniz döyüşünə məğlub olmuşdu. 2-ci Mahmud 1827 Navarin dəniz döyüşü 2-yə verdi B-ni. Apardığı müharibələrdən sonra Azərbaycana qeyri-müsəlman əhali köçmüşdü, hər birinə oxşar cəhətdir. Napoleonun müharibələrindən sonra Napoleon zülmündən cana doymuş əhalini köçürmüşlər Almanları Gəncəyə, Yelizavetpola. 2-ci Mahmud 1829 Ədirnə müqaviləsindən sonra köçürülmüşdü. Fətəli Şah 1828 Türkmənstəndən sonra köçürülmüşdü. Deməli, oxşara gedəcək ki, Çar 1-ci Aleksandr ilə sülh müqaviləsi bağlanmışdır. 1-ci Napoleon Tilsit müqaviləsində, 2-ci Mahmud Ədirnəni. Ədirnəni yox, 2-ci Mahmud Buxaresti 1812. Fətəli Şah imzalayıb 1813 Gülüstan müqaviləsi. Deməli, oxşara gedəcəkdir. Oxşara CD, birə deməli, Vestfaliya sülhündən sonra yaranmış mövcud vəziyyətə status quo-ya son qoydu. Təbii ki, 1-ci Napoleon 1-ə gedəcək Y. Deməli, 1-ə Y, 2-yə B, 3-ə A, 4-ə C iləndir. Deməli, Aleksandrla müqavilə imzalayanlar Napoleon 1807, Mahmud 1812, Fətəli Şah 1813. Ardıcıllığı müəyyən edin. Mudros müqaviləsi imzalanması 1914. 18 mi? 14 nədir? 18. Polat Paktı 1939. Montreal Konfransı 1936. Türkiyə Millət Cəmiyyətinə daxil olması 1932. Sevr müqaviləsi 1920. Demək götürəcək 1, sonra 25, 1, 5, 4, 3, 2, 1, 5, 4, 3, 2. Miladi təqvim ilə hesablayan Yunan təqviminin 443-cü ilində baş vermiş bu döyüşdən Roma təqviminin 620-ci ilində baş vermiş bu hadisədən çıxsaq, aşağıdakı hadisədən biri alınır. Deməli, Yunan təqviminin 443-cü ilində Yunan təqvimi bilirik ki, başlayıb 776. Ona görə ilk öncə çıxacaq 776-dan 443-ü. Deməli, 776-dan çıxırıq 443-ü. Bu deyəcək 333. 33. Sonra deyir ki, Roma təqviminin 620-ci ildə baş vermiş hadisədən çıxsaq. Roma təqviminin 620-ci ilində demək 753 bilirik başlayır Roma təqvimi. Çıxırıq 620. Bu dedir 133. İndi deyir ki, 333-dən 133 çıxsaq, 333-dən çıxsaq 133. Bu da qalacaq 200. İndi deyir ki, bizə 200-cü ildə baş vermiş hadisəni seçin. Tiberi qıraq, kəndlilər üçün yeni torpaq qanunu qəbul. Bu 133-də olmaz. Bizə lazımdır 200-cü il. Çinin şimal hissəsi Hunların hakimiyyətinə keçdi. Bəli, eradan əvvəl 200-cü il Piniçen müqaviləsi. Uyğunluğu müəyyən edin. Bu ölkənin dənizçisi ilk dəfə Afrika qitəsinin cənub qurtaracağını keçib Hind okeanına çıxdı. Təbii ki, söhbət burada gedir. Portuqaliyadan Bartolomé Dias'dır. 1-ə gedəcək. Kuba və Haiti adalarını kəşf edən şəxs əslən bu ölkədəndir. Kuba və Haitini kəşf edib Xristofor Kolumb, o da əslən İtalyan, yəni İspan deyildi. Ona görə B olanları çıxardırıq. Bu Braziliyadan başqa bütün Cənubi Amerika bu ölkə tərəfindən işğal edilmişdi. Təbii ki, bu olacaq İspaniya 2-yə C. 16-cı əsrin sonunda Burbonlar sülaləsi bu ölkədə hakimiyyətə gəlmişdi. 1594-dən 1792-yə qədər Burbonlar hakimiyyət olmuşdu Fransada. 5-ə gedəcəkdir. Demək 1-ə A, 2-yə C, 5-ə D. C variantı. Uyğunluğu müəyyən edin, tamamlayın. Peçeniklərin Bizansa yürüyüşü 1091. Səhv yazdım. 1091. Böyük Səlcuq dövlətinin ərazi bütövlüyünü pozaraq kisəyə parçalaması. Bu təxmini 1118 götürək Səncərin hakimiyyətə gəlməsi ilə. Ən sonda bizə deyir ki, 4 ilə 5-də bir boşluq var. Sonra deyir ki, Almaniyada dini müharibələrə son qoymaq. Bir xırcadacılıqdır. Sonuncu rəqəmimiz 1555-dir. Deməli, ilk növbədə 1555-dən yuxarı olanları götürməyəcəyik. Bir də 1091-dən aşağı olanları götürməyəcəyik. Baxaq, Avropada ilk ən böyük sülh konfransı çağırılması 1648-dir. Ola bilməz, bizə lazım 1555-ə qədər. Ona görə mən A olanları çıxardıram ki, işim asan da olsun. Qaraxanlı dövlətinin parçalanması. Bu 1042-dir. Bizə lazımdır 91-dən sonraki hadisə. Ona görə B desədir. B olanı da çıxardıram. Qüdüs şəhərinin səlibçilər tərəfindən ələ keçməsi 1099. Bunu artıq 2-yə verə bilərəm. 1099-a verə bilərəm. 2-yə verdim C-ni.
Çünki 91, ardınca 99, ardınca 1118, baxın ardıcıl gedir. Sonra deyək ki, İspaniyada sonuncu müsəlman dövlətinin süquta uğratması, bu 1492 Granadadır. Bir də deyək ki, Kiyevin Batı xanədanlara keçməsi, bu da 1240-dır. Demək 1118, sonra gəlməlidir 1240, yəni Y, 4-ə verdim Y-ni, sonra da 5-ə verdim D-ni. Demək birinciyə verdim C-ni, sonra Y-ni, sonra da D-ni. C, Y, D, C variantı. Orta daş dövrünə aid deyil. Ox və kaman ixtira edilməsi bəli. Mikrolit əmək alətlərinin istifadə edilməsi başlaması bəli. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi bu da səhvdir. Çünki əkinçilik maldarlığın əsas məşğuliyyət olması neolit dövrüdür. Yəni əkinçilik maldarlıq mezolitdə yaransa da əsas məşğuliyyət olmuşdu neolit dövründə. Verilmiş xanlıqlardan hansılar haqqında məlumat verilməmişdir? Deməli 1 İrəvan, 5 Gəncə, 4 Şamaxı, 3 Bakı, 2 Təbriz. Deməli, həm Qacarlar, həm də Əfşarlar sülaləsi tərəfindən idarə olunmuşdu. Təbii ki, İrəvan. Mir Mehdixan Əfşar yaratmışdı. 55-ci ildə Həsən Əli xan Qacar çevriliş yolu ilə hakimiyyətə gəlmiş. Deməli, bir haqda məlumat var. Biri çıxardıram. Qacarlar sülaləsinin yerli nümayəndələri tərəfindən yaradılmışdı. Bu təbii ki, Ocaq Gəncə Şəfəqi xan Ziyadoğlu. 5-i çıxardıram. 5 var. İkinci Rusiya-Qacar müharibəsi zamanı geri qaytarılması mümkün olmamışdır. Bu da olacaq Bakı. Demək, Bakını qaytara bilmədilər. Bakını, Qubanı, Şuşanı geri qaytara bilməmişlər. 3-ü çıxart. Demək, 2 ilə 4 haqqında məlumat yoxdur. Verilmiş məlumatlardan biri Ağqoyunlu dövləti ilə Osmanlı əleyhinə diplomatik münasibətlər yaratmış, Avropa dövlətlərindən deyil. Deməli, Ağqoyunlu əleyhinə Osmanlı dövləti, deməli, Osmanlı əleyhinə Ağqoyunlu diplomatik əlaqələr yaratmış dövlətlər Venesiya, Polşa, Macaristan, Neapol, Kipr. Venesiya, Polşa, Macaristan, Neapol, Kipr. Baxaq. Moxaç döyüşü zamanı Osmanlılara məğlub olmuşdu Macaristan. Deməli, Macaristan haqqında məlumat var. 1684-cü ildə onların təşəbbüsü ilə Osmanlı əleyhinə müqəddəs birlik adı təşkilat yaratmışdı. Müqəddəs birlik yaradılmışdı Roma papasının təşəbbüsü, yəni Almaniyanın. Yəni bu haqqda bir məlumat bu dövlətlərə aid deyil. Amma hamısına baxın. Səlib yürüşlərindən sonra Aralıq dənizində ticarətdə birincilik onların ələ keçib. Bu Venis. Deməli, Venesiya haqqında məlumat var. Macaristan haqqında məlumat oldu. Venesiya haqqında məlumat oldu. Baxaq. Paris sülhünə görə Poznan və Qərbi Prusiya onlara verilməlidir. Bu da Polşa idi. Demək, Polşa haqqında məlumat var. Berlin Konqresinin qərarlarına görə bir müddət Böyük Britaniya icarəyə verilmişdi. Bu da Kiprdir. Deməli, Kipr haqqında məlumat var. Amma müqəddəs birlik onların təşəbbüsü ilə yox, Roma papasının təşəbbüsü yaradılığına görə deməli B haqqında məlumat yoxdur. Yəni B heç bir dövlətə aid deyil. 19-cu əsrin ikinci yarısı İngiltərə və Almaniya üçün ortaq olmayan cəhəti müəyyən edin. Rusiya ərazisinə xarici kapital qoymalar. Bəli, Rusiya ərazisi yəni bizə qoymuşlar. Almanlar qoymuşdu neft mis sənayemizə, metallurgiya sahəmizə, yəni İngilislər qoymuşdu neft sənayemizə. Deməli, Rusiya ərazisinə kapital qoyublar. Güc tarazlığını qorumağa çalışmalı. Bəli, həm İngiltərə, həm də Almaniya güc tarazlığını qoruyurdu. Fransanın şimal ərazilərini bir müddət işğal etmələr. İngiltərə Fransanı işğal etməyib. Eyni zamanda Almaniya da Fransanı işğal etmişdi 1940-cı ildə. Deməli, olacaq C variantı. Bir də Fransanın 71-ci il müqaviləsindən sonra müəyyən müddət demişdi ki, xəracı ödəyənə qədər şimalı qalsın Almanlar nəzarətində. Amma İngiltərə heç vaxt Fransanın şimalını işğal etməyib. Yəni, Almaniya aid olsa da Fransaya aid deyil. Müsəlman əyalətləri rəisliyi tərkibindəki əyalətlərdən birində yaşayan Hətəm varlı bir tacirdir. Onun varlanmasının əsas səbəblərindən biri Avropadan gətirdiyi malların dövriyyəsinin artması idi. Qəbul edilmiş növbəti qanundan sonra Avropadan gətirdiyi malların dövriyyəsi xeyli məhdudlaşdı. Verilmiş mətnə əsasən tarixi biliklərin əsasında həmin dövrdə və ərazidə yaşayan tacirlərə aid mümkün olmayan ehtimalları müəyyən edin. Mümkün olmayan. Deməli, söhbət gedir 1831-dən. 21-də gətirib, artıq 31-ci il baş verib, 31-ci il yasaqlı tarif qəbul edilib və bundan sonra onun dövriyyəsi məhdudlaşmışdı. İndi baxaq. Yəni, bizə deyir ki, mümkün olmayan ehtimallar. Həmin dövrdə yaşayan tacirlərin Osmanlı pullarından istifadə etməsi mümkündür. Bəli. Niyə? Çünki bilirik ki, həm Osmanlıların, həm Səfəvlərin pul vahidi var ta ki, Rusiyanın 39-cu ilə qədər, 39-cu ildə vahid ölçək pul sistemi yaratmasına qədər Osmanlı pul vahidi var. Deməli, bir düzgün fikirdir.
Həmin tacirlərin yaşadığı ərazilərin birində 1930-cu illərin ikinci yarısında Rusiya müstəmləkəsi əleyhinə üsyanın baş verməsi. Quba üsyanı götürə bilər, Şəkini götürə bilər, deməli ki də düzdür. Şəki əyalətində yaşayan tacirlərin Yelizavetpol qəzasına gedərkən rəhdarı vergi ödəməsi. Əgər əyalət varsa, deməli qəza yoxdur. Əyalət sistemi olub Azərbaycanda 40-a qədər. 40-cı ildə əyalət gedib, yaranıb quberniya, vilayət qəza. Yəni, əyalətdə yaşayan biri qəzaya gedə bilməz. Çünki o dövrdə mövcud idi əyalət, dairə, distansiya, mahal, kənd. Yəni, əyalətdə yaşayan dairəyə gedə bilər, mahala gedə bilər, kəndə gedə bilər. Qəzaya gedə bilməz. Çünki qəza inzibati bölgüsü yox idi. 3 səhvdir. Bu dövrdə yaşayan tacirlərin Rusiya imperiyasında tətbiq olunmuş vahid, ölçü, çəki, pul sistemindən istifadə etməsi ehtimalı vardır. Var, ola bilər. Çünki 39-cu ildə vahid, ölçü, çəki, pul sistemi yaranmış. İstifadə edə bilər 39-cu ildə. Deməli, 4 düzdür. Bu tacirlərin yaşadığı ərazidə qondarma erməni vilayətinin yaradılması mümkündür. Xeyr, qondarma erməni vilayəti yaradılıb 1828. Yəni, bu tarixdən əvvəldir. Ona görə bunu götürə bilmərik. 3 ilə 5 D variantı. Uyğunluğu müəyyən edin. Şimali Azərbaycan 19-cu əsrin birinci yarısı, 19-cu əsrin ikinci yarısı. Baxaq, natural verginin pul vergisi ilə əvəz olunması. Natural vergisi pul vergisi ilə əvəz olunub, əvvəllər 1852-dir, indi ortalar deyil. Yəni ikinci yarısında, birinci yarısı idi. A səhvdir. Səhvləri çıxartdım. Qafqaz canişinin yenidən bərpa edilməsi. Qafqaz canişi ilk dəfə yaranıb 1844, ləğv edilib 1883, yenidən bərpa edilib 1905. Yəni 19-cu əsrin birinci yarısında yazsaydı ki, yaradılıb, düzdür. Amma yenidən bərpa sözü səhvdir. Çünki bərpa 20-ci əsrin birinci yarısıdır. Sahibkar kəndlərinə mülkədar tabelisi adının verilməsi. Bəli, 1846. Birə götürdüm yalnız C-ni. İkinci yarısında Tənbəki üsyanının baş verməsi. Tənbəki Cənubi Azərbaycanda aid olmaz. İlk kapitalist müəssisəsi olan manufaktura. İlk manufaktura 1827 Şəkidə idi. Yəni birinci yarısında B olmaz. Neft sənayesində iltizam sistemi ləğv edilməsi 1872 bəli. Demək 1-ə C, 2-yə də C, D variantı. Yusif İbn Əbi Sacın fəaliyyətinə aid uyğunluq pozulmuşdur. Ani və dəbrin ələ keçirməsi düzdür. Gürcü hakiminin qoşunlarının məğlub edilməsi düzdür. 10-cu əsrin ilk 10 illiyində xilafət xəzinəsinə göndərilən xərac dayandırdı. Xəracı dayandırmış 912-ci ildə, yəni düşür 2-ci 10 illiyə. İlk 10 illiyə yox. Ona görə C səhvdir. Xəritəyə əsasən doğru cavabları müəyyən edin. Deməli, 1. Misir, 2. Əlcəzair, 3. İtaliya. Doğru cavablar 1 və 2. 1. Misir, 2. Əlcəzair. 1 və 2 Osmanlı işğalına məruz qalıb, bəli. Afrika Osmanlı'nın əlində idi onsuz da, sonra alır əllərindən. 1 düzdür. 3. İtaliya qədim dövrdə demokratik respublikaya çevrilə bilməmiş. Elə bu da düzdür. 1 də düzdür, 2 də düzdür. Hamısına baxaq. 3. 3 aradır. İtaliya 20-ci əsrin əvvəllərində Osmanlıları məğlub edərək 2-yə sahib oldu. Deməli, İtaliya 20-ci əsrin əvvəllərində Osmanlı məğlub elədi, Əlcəzairə yox, Liviyaya sahib oldu. Liviyada bu ərazidir, baxın. Misirlə Əlcəzairin arası, deməli 3 səhvdir. 1. İmperator Napolyon tərəfindən işğal edilmişdi. 1. Misirdir. Birincisi Napolyon Misirə yürüş edib məğlub olmuşdu. İkincisi də onda hələ Napolyon imperator deyil. Deməli 4 də səhvdir. 2. Şimali Afrikada Osmanlıdan ayrılmış son ərazisi. Xeyr. Şimali Afrikada Osmanlı itirmişdi son olaraq Liviyanı Trablus müharibəsində. Liviyada yenə deyirəm Misirin yanıdır. 2 deyil, 2 Əlcəzairdir. Ona görə deməli 5-i də çıxartdım. Olacaq yalnız 1-dən 2 D variantı. Türk-Tatar dilinin qrammatikasının müəllifinə aid cavabı müəyyən edin. Türk-Tatar dilinin qrammatikasının müəllifi deməli kim idi? Demidov mükafatının sahibi idi o da. Mirzə Kazım bəy tapdım. Rusiya Arxeologiya Cəmiyyətinin Şərq Numizmatika şöbəsinə başçılıq etmişdi. Bu Topçu Başovidə olmaz. Əsərlərindən biri Demidov mükafatına layiq görmüş ilə buydu. Türk-Tatar dilinin qrammatikasına görə Demidov mükafatına layiq görülmüşdür. Yazdığı əsər fars dilinin tədrisinə daxil edilmişdi. Bu Bakıxanovdur. Şamaxıda ilk sücət məktəbini açdırmışdı Seyid Əzmi Şirvani. Almaniyanın Staatsbürg Universitetində təhsil almışdı. Bu da kim idi? Nədir bu? Kimyaçı alimimiz kim idi? Məhsun Xanlarovdur. Yox, nədir adı kimyaçı alimimizin? Səhv yadında səhv deyə bilərəm. Yəni bu deyil də, bu kimyaçı alimimiz idi, orada təhsil alan adı yadından çıxdı. Aşağıdakı cədvəldə hadisələrdən hansılarının yerini dəyişsək, xronoloji ardıcıllıq düz olar. Baxaq. Xostaq torpaqlarının meydana gəlməsi. Xostaq yaranıb 6-cı əsr Ənüşravanın dövrü. İncə torpaqların meydana gəlməsi 9-11-ci əsr feodal dövlətlərimizin dövrü. İncə torpaqların meydana gəlməsi 12-ci əsr Monqollar. 12 yox, 13. 12 yox, 13. 13 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 yox, 13
Ucuz torpaqların meydana gəlməsi 11-ci əsr Səlcuqlar. Tiyul torpaqların meydana gəlməsi 16-cı əsr Səfəvilər. Demək, 3 ilə 4-ün yerini dəyişməliyik ki, ardıcıllığımız düzgün alınsın. Roma poeziyasının qızıl dövrü adlanan dövrdə Azərbaycanda baş vermiş hadisələri müəyyən edin. Demək, Roma poeziyasının qızıl dövrü eradan əvvəl 1-ci əsr, bizim eramızın 1-ci əsri. Romalılar Franspa şəhərini tuta bilməyərək geri çəkildilər, düzdür. Atropatena Parfiyanın hakimiyyəti altına düşdü, düzdür. İmperator Tiberi İber və Alban hökmdarlarına xeyli pul göndərmişdi. Bu da düzdür da elə. Hamısı oldu ki, Roma İmperatoru Adrian Alban hökmdarlarla dostluq əlaqəsi saxlamışdı. Bu ikinci əsrdir, bizim eramızın ikinci əsri. Bizə lazımdır eradan əvvəl 1, bizim eramızın 1-ci əsri. Artabazanın Romanın köməyi ilə ermənilərin hakimiyyəti altına almışdır. Artabazan yox, Ariobarzan. Ocaq 1-2-3. Verilmiş hadisələrdən biri Qərbi Avropa dövlətlərinə aid deyil. Avropada feodalizm quruluşunu devirmək üçün ilk cəhd bu ölkədə olmuşdu. Feodal qaydana zərbə vuran ilk üsyan Fransada olmuşdu, götürə bilərik. Sultan Süleyman dövründə paytaxtı mühasirəyə alınsa da tutmaq mümkün olmamışdı, Viyana götürə bilərik, yəni Avstriya. Şerifin planı bu ölkəyə yürüyüş zamanı iflasa uğramışdı Fransa. 39-cu sentyabr Almaniya ilə İsrail arasında bölüşdürülməsi rəsmiləşdirilmişdi. Bu Polşadır. Polşada Qərbi Avropa deyil, Polşa Şərqi Avropadır. Və desəfdir. Hadisə və nəticə əlaqəsi pozulmuşdur. Məhəmməd Həsən xan Qacarın ölümü Fətəli xan Əfşarın yenidən Azərbaycan cənub xanlıqlarında itirilmiş mövqeyini bərpa etməsi təbii ki, bu düzgün fikirdir. Düzgün fikirdir. Salyan, Dərbənd və Bakının Quba xanlığına birləşdirilməsi, Şimali-Şərqi Azərbaycan torpaqlarının birinci mərhələsinin başlatılması, bu da düzdür. B də düzdür. Ballıqaya döyüşünün baş verməsi, Xaçın Mələkliyinin Qarabağ xanlığına tabe edilməsi, bu da düz, hamısı düz oldu ki. 55-ci ildə İrəvanda saray çevrilişinin baş verməsi, Qacarlar sülaləsində Əfşarlar sülaləsi vəziyyəti xeyr, yer dəyişir. Əfşarları Qacarlar əvəzləmiş, desəfdir. Hacı Tələbinin Şirvana yürüş etməsi, Qubalı Fətəli xanın Şamaxı xanına kömək etməsi nəticəsində plan baş tutmadı, xeyr. Fətəli xanın yox, Hüseynəli xanı. Çünki Fətəli xan hakimiyyətə gəlib 58-ci ildə. D-yə səhvdir. Uyğunluğu müəyyən edin. Deməli, 6 Ədirnə, 2 Bolqarıstan, 1 Rumıniya, 4 Serbiya, 5 Makedoniya, 3 də Yugoslaviya, Albaniya. Albaniya ərazisi, Albaniya. Baxaq, deyir ki, 19-cu əsrin əvvəllərində Buxarest sülhü ilə başa çatan müharibədə məğlub olmuşdu. Təbii ki, bu olacaq Osmanlı. 6-ya verəcək anı. 6-ya verdiyi anı. 6-ya anı verirsə, buradan C-ni çıxardıram. 6-mız A-dır. 16-cı ildə Antanta tərəfindən mühasirəyə qoşulsa da, həmin ilin sonunda Avstriya, Alman, Bolqar qoşunları məğlub. Təbii ki, bu Rumıniyadır. 1-ə verdik B-ni. Ədirnə sülhünə görə muxtariyyət alan ərazilərdən biridir. Ədirnə müqaviləsində muxtariyyət almışdı Serbiya, Moldova, Valaxiya, Serbiya. 4-ə verəcəyik C-ni. 4-ə verdik C-ni. Gənc türklər üsyanı bu ərazidə başlamışdı Makedoniya. 5-ə də verdik D-ni. Deməli, 5-ə verdik D-ni, 1-ə verdik B-ni, 6-ya verdik A-nı, 4-ə də verdik C-ni. Qubalı Fətəli xanın hakimiyyət illərinə aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Fətəli xanın hakimiyyət illərinə düşsün. Baxaq. Dərbəndin Quba xanlığına birləşdirilməsi. 59. Muxanda yerləşən Cavad xanlığının Qubaya birləşməsi 68. Şamaxının tamamilə Qubaya 68, amma Şamaxı Cavaddan əvvəl idi. Salyanın birləşməsi Fətəli xanın dövrü, atasının dövrüdür. Bakı xanlığının Qubanın tabesindən çıxması, bu da Fətəli xan öləndən sonradır. Ona görə ümumiyyətcə 4 ilə 5 Fətəli xan dövrünə düşmədiyinə görə 4 ilə 5-i çıxardıram. Birinci olacaq 1, ardınca Şamaxı, ardınca Muğan. 1, 3, 2, D variantı. İngiltərə kralının qanunlara veto qoymaq hüququnu itirməsi ilə ABŞ prezidentinin qanunlar üzərində veto qoymaq hüququnun qazandığı aralıqda baş verməmiş hadisəni seçin. İngiltərə kralının qanunlara veto qoymaq hüququnu itirib 1689 hüquqlar haqqında bil. ABŞ prezidenti qanunlara veto qoymaq hüququnu qazanıb 1787 konstitusiya ilə. İndi baxaq. Boston çay qonaqlığının baş verməsi 1773 düşür bu dövrə. Krımın Çar Rusiyası tərəfindən işğal edilməsi 1783 düşür bu dövrə.
Hacı Çələbi xanın Ağsuya yürüyüşü 1755 bu da düşür. Sütarlılar sülaləsinin bərpası 1660 bu artıq bu dövrə düşmür. Yəni bizə lazımdır 1689-dan 1787-yə qədər aralığı. Bu da olub 60-cı il, ona görə bu dövrə düşmür. İkinci Rusiya-Qacar müharibəsinə aid verilmiş məlumatlardan birində uyğunluq pozulmuşdur. Şuşa və Bakı istisna olmaqla Azərbaycanın bütün şimal torpaqları işğalçı Rus qoşunları azad etmiş. Elə bu səhvdir. Niyə səhvdir? Çünki tək Şuşa, Bakı yox, eyni zamanda da Qubanı geri qaytara bilmədilər. Şuşa, Bakı, Quba deyirik. Şuşa, Bakı, Quba geri qaytarıla bilmədi. Elə A səhvdir. Amma hamısına baxın. Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərdə onlara qarşı üsyanların baş verməsi bəli. Şah qoşunlarının Şuşa istisna olmaqla Qarabağın bütün mahallarını azad etməsi bəli. Şuşanı qaytara bilmədilər, amma Qarabağın mahalları azad edilmişdi. Rus qoşunlarının Naxçıvana ilə keçilməsi bəli, özü müqavimətsiz. Hüseynqulu xanın Bakı qalasını qurudan və dənizdən mühasirə olması düzdür. Daha əvvəl baş vermiş BMT-nin yaranması 1945, Güyan 1997, Avropa İqtisadi Birliyi 1957, ATM yaranması 1975, Türkiyə NATO daxil olması 1952. Demək, daha əvvəl, ən əvvəl dediyinə görə təbii ki, götürəcək BMT-nin yaranması. Variant. AXC hökumətinin qanunverici orqan kimi fəaliyyət göstərdiyi dövrə aid olan hadisələr müəyyəndir. Deməli, bilirik ki, yeganə hökumət qaməti ikinci hökumət idi ki, həm qanunu verən idi, həm icra edən idi. Amma sona qədər yox. Çünki deyirik ki, ümumiyyətlə ikinci hökumət mövcud olub 19 iyun 7 dekabr. 19 iyun 7 dekabr. Bunlardan deyirik ki, 19 iyundan 16 noyabra qədər olub qanunverici orqan. İndi bizə deyir ki, qanunverici orqan kimi fəaliyyət göstərdiyi dövrə aid olan hadisələr müəyyən edilir. Osmanlının AXC-ni tanıması. Ümumiyyətlə, Osmanlı AXC-ni tanıyanda birinci hökumət qabiliyyətinin dövrü idi. Ona görə biri götürə bilmərik. Paris Sülh Konfransına göndərəcək nümayəndə heyətinin tərkibini təsdiq edir. Bu artıq parlamentin dövrüdür. Bizə hökumətin qanunverici orqan dövrü olduğu deyir. Yəni 19 iyundan 16 noyabra qədər. Deməli, 2 də səhvdir. Qafqaz İslam Ordusu Bakını azad etməsi 15 sentyabr. 15 sentyabrda Qafqaz İslam Ordusu Bakını azad etməsi bəli, artıq bu zaman hökumət həm də qanunverici orqan idi. Dedi ki, noyabra nə qədər qanunverici idi. 3-ü götürdüm. Denstevlin başçılığı İngilis qoşunlarının Bakıya gəlməsi, Denstevlin başçılığı avqust ayında gəliblər, bu da düşür. Qanunverici orqan o zaman 3-dən 4-ü götürdüm. Azərbaycan parlamentinin yaradılması haqqında qanun bu 20 noyabrdır. Bunu vermişdi Milli Şura. Çünki Milli Şura 16 noyabrda özünü bərpa etmişdi. Deməli 5 də ola bilməz. Olacaq 3-dən 4 C variantı. Azərbaycan SSR-nin formal müstəqilliyin ləğv edildiyi dövrə aid edilə bilməz. Formal müstəqilimiz ləğv edilib 1922 ZSFSR-in yaranması ilə. Baxaq, Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi. Bu 1921 ilə bu olacaq. Hamısına baxaq bir dəqiqə. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması 1923. Azərbaycanda sosialistcəsinə sənayeləşdirmə xəttinin edilməsi 1926. Komissiya 26-dır, sənayeləşdirmə 25-dir. Bir dəqiqə səhv yazdım. 1925. Naxçıvan Muxtar Sovet Sosial Respublikası 1924. Bakı Batum bərpası 1930. Bunların hamısında, yəni B-dən Y-yə qədər hamısında formal müstəqilimiz ləğv olmuşdu. Amma A-da hələ müstəqilimiz var, ona görə A-nı götürə bilmərik. Qələbə qazanaraq qarşı tərəfdən təzminat alan hökmdarları müəyyən edin. Deməli, təzminat alıb Cahanşah, Teymurilərdən. Bismarck hökmdar deyildi. Bismarck avtomatik cavablardan çıxardıram mən ilk növbədə. Çünki hökmdar deyildi. İsmail heç kəsin təzminat almamışdı. 4-də çıxardıram. 1-lə 2. Mutsi Xito Çindən təzminat almışdı. Cahanşah da Teymurilərdən. 1-lə 2. Verilənlərdən biri İngiltərə tarixindən qızıl dövr adlanan dövrə aid edilə bilməz. İngilis koloniyası qurmaq üçün Şimali Amerika səfərlərini təşkil edilməsi düzdür. İspan donanmasının məğlubiyyətə uğradılması düzdür. Amerikaya səfər edən İspaniya gəmilərinin hücumla təşkil edilməsi bu da düzdür. Böyük Britaniyanın məğlub edilməz armadanı məhv etməsi. Böyük Britaniya olub 1707-ci ildə. Məğlub edilməz armadanı ləğv edilib 1588-ci ildə. Yəni bu dövrdə hələ Böyük Britaniya yox idi. Ona görə də olacaq. Xəzərin qərb sahili və Kür çayı boyunca ticarət yolları daha böyük əhəmiyyət daşımağa başladı ərəblərin dövründə. Verilənlərdən neçəsi Şah 1. Abbas və Şah Təhmasib üçün oxşar cəhətdir. İngilislərlə müqavilə imzalanması. Abbas imzalayıb 1621-də, Təhmasib imzalayıb 16-cı əsrin ortalarında İngiltərənin Moskva şirkətinin. Deməli, oxşardır. Şeybanilərin mübarizə oxşardır. Osmanlı qoşunlarının məğlub edilməsi oxşardır. Təhmasib
Buğurt döyüşündə, Şah Abbas Sufyan döyüşündə, hakimiyyət illərində yeni bəylərbəyin yaradılması Təhmasib Şirvan bəylərbəyi, Abbas Ərdəbil bəylərbəyliyin oxşardı. Bütün Azərbaycan torpaqlarının Səfəvi dövlətinin hakimiyyət altında birləşməsi bu da oxşardı. Demək olacaq A variantı. 1-ci Pyotr, 1-ci Aleksandr. Osmanlılara məğlub olmaları. 1-ci Aleksandrın dövründə Osmanlıya məğlub olmamış, əksini məğlub eləmişdi Osmanlıları. Şimali Azərbaycan xanlıqlarının çox hissəsini tabe etməsi. Pyotrun dövründə xanlıq yox idi hələ. Qacar qoşunlarını məğlub etmələri. 1-ci Pyotr Qacarları görməyib heç. İsveçə qarşı müharibə aparmalar. Bəli, həm Aleksandr aparıb, həm də Pyotr aparıb. D variantı. Şəhəri saf qızıla bənzətmişdilər. Bağdaddan üstün şəhər adlanır. Deməli, Bağdadla eyniləşdirilən şəhərimiz Bərdədir. Bağdaddan üstün olan şəhər Təbriz idi. C variantı. Verilənlərdən hər ikisinin aid olduğu variantı müəyyən edin. 92-ci ildə ermənilər tərəfindən işğal edilmişdir. 2021-ci il 7 iyul prezident fərmanına əsasən Qarabağ iqtisadi rayonuna daxil edilmişdir. Deməli, ardıcı baxsaq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Biraz da Şərqi Zəngəzurdur. Ona görə 4, 3, 6-ını avtomatik buradan çıxardıram. Çünki bunlar Şərqi Zəngəzurdur. Qarabağ deyil. Sonra baxıram. Bizə deyir ki, 92-ci ildə işğal edilsin. Bilirik ki, Füzuli 93-cü ildə işğal edilmişdir. 5 də deməli səhvdir. Sonra buradan götürəcəyik. 1 Şuşa, 2 Xocalı. 1-dən 2. Həm 92-ci ildə işğal edilmişlər, həm də Qarabağ iqtisadi rayonuna aiddirlər. Səbəb Osmanlı müharibəsinin ikinci mərhələsinə aid deyil. 2-ci 1578-90. İlk döyüşlərdə Səfəvilərin qələbə qazanması düzdür. İstanbul sülhü ilə 16-cı əsrdə Səbəbi Osmanlı müharibələrinin son qoyulu düzdür. Səfəvi dövlətinin paytaxtı Təbrizin Osmanlı qoşunu tərəfindən tutulması. Təbriz bilir ki, köçürüb 1555-ci ildə. Yəni ikinci müharibə başlayanda Təbriz paytaxt deyil, Təbriz Qəzvin idi. Ona görə olacaq C variantı. Biri 16-cı əsr Türk xalqlarının mədəniyyətinə aid deyil. Deməli, Bakının şərq darvazası 16-cı əsr düzdür. Sinan Hoca tərəfindən Şahzadə caminin inşa edilməsi düzdür. Topkapı sarayı 15-ci əsr. Deməli, Topkapı sarayı, Fənərbağça sarayı, bir də Çinli köşk 15-ci əsrdir. Şahzadə cami, Səlmiyyə cami, Süleymaniyyə cami 16-cı əsrdir. Ona görə burada C variantı. Erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə qədər gəlib çatmış yeganə tarixi hüquqi sənədə aid olmayan müəyyən söhbət Aqoyun kilsə məclisinə gedir. 488-də çağırılmışdır. Albaniyada kilsə dayaqlarını gücləndirmək məqsədilə çağırılmışdır, düzdür. Xristian dininə aid qanunlar qəbul edilmişdir, düzdür. Xristianlığın feodal əsasları nizamlanmışdır, düzdür. Albaniyada dini bilik yaratmışdıq, xeyr. Yəni, xristianlığı çalışsa da dini bilik yarada bilməmişlər. 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyası əleyhinə yaradılmış Balkan İttifaqına daxil olan ölkələrdən deyil. Deməli, Balkan İttifaqına daxil olmuşdu Bolqarıstan, Serbiya, Yunanistan, Çernəqoriya. Deməli, Yunanistan daxil olub, Serbiya daxil olub, Bolqarıstan daxil olub, Osmanlının özü daxil olmayıb, təbii ki 4. Bir də burada Makedoniya 2 ilə 4. D variantı. Verilmiş məlumatlardan biri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətə aid deyil. Deməli, 89-cu ildə Tiananmen meydanında nümayişçilər silah gücünü dağıtmışdı, bu Çindir. Deməli, Çinə aid məlumat var. 71-ci ildə Çin Xalq Respublikasının BMT-yə üz qəbul edilməsini razı edilmişdi ABŞ. Deməli, ABŞ-da da məlumat var. 97-ci ildə Hong Kong adasını Çinə qaytarmışdı. Bu da Rusiyadır. Rusiya haqqında məlumat var. 2008-ci ildə regional müharibədə qələbə qazanmışdı. 2008-ci ildə regional müharibədə qələbə, bu da Rusiyadır elə. Hong Kongu qaytaran İngiltərə deyil, Rusiya nədir? Hong Kongu İngiltərə qaytarmışdı. Regional müharibədə qalib gələn Rusiya idi. Buradan bura səhv deyirəm. 1952-ci ildə ölkədə ABŞ işğal rejimə son qoymuşdu. Bu Türkiyədir, Yaponiyadır. Yaponiyada nədir? BMT-nin daimi üzvü deyil. BMT-nin daimi üzvü İngiltərə, Çin, ABŞ, Rusiya, bir də Fransa. Amma Yaponiya daimi üzv deyil. Ona görə burada Y səhvdir. 92-ci ilin avqustunda Ermənistanın Azərbaycan ərazisindəki anklavı başkəndin azad edildiyi rayonun ərazisini müəyyən edin. Demək, söhbət Gədəbəydən gedir, Gədəbəydə 3-dür. 4 Kəlbəcər, 5 Laçın, 2 Qazax, bir də hansı ərazisidir? Bir də Axsaf ərazisidir. 10 noyabr 2020-ci il bəyanat ilə bağlı verilmiş məlumatlardan yanlış olan müəyyən edin. Tərəflərin tutduqları mövqedə qalması düzdür. Atəşkəsə nəzarət üzrə sülh məramının mərkəzinə yatılması düzdür. Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağ ərazisində BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının ofisi nəzarət altında geri qaytarılması düzdür. Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçılarının birgə bəyanatı. Ermənistanda dövlət başçısı hökumət başçısıdır. Çünki Ermənistanda parlament respublikadır. Dövlət başçısı prezident deməkdir. Ermənistanda hökumət başçısı. Ona görə D səhvdir. Daha əvvəl olmuş çapacaqların meydana gəlməsi paleolit. Həndəsi formalı kəsici mikrodərəcələr mezolit. İnsanlar daşlar cılamaq deşməyə neolit. İstehsal təsərrüfatı meydana gəlməsi mezolit. Ovçuluq və balıqçılığın ikinci dərəcəli məşğuliyyətə çevrilməsi ikinci dərəcəli enolit. Daha əvvəl təbii ki olacaq burada çapacaqların meydana gəlməsi A variantı.